Salam, əvvəlki videoda miqyasla bağlı danışmışdıq. Bu gün isə Topldan miqyasla bağlı bəzi sadə məsələlərə baxırıq. 11-ci sualla başlayaq. İki şəhər arasında məsafənin 30 milyon miqyaslı qlobusda 6 sm olduğunu nəzərə alaraq yer üzərində həqiqi neçə kilometr olduğunu hesablamağımızı istəyir. İlk növbədə bu ədədi miqyası izahlı miqyasa çeviririk, yəni kilometrə çeviririk. 5 sıfır silirik, 300. Deməli, 1 santimetrdə 300 kilometrdir. Bizdə də deyir 6 sm. 6 sm olduğunu hesablamaq üçün 6-nı vururuq 300-ə. O da bərabərdir 1800 km. Cavab C variantı. 14-cü suala davam edək. Miqyası 100 min olan xəritədə iki məntəqə arasındakı məsafə 10 sm, digər iki məntəqə arasında məsafə isə 20 sm-dir. Miqyasına görə hansı tipə aid olduğunu və şəhərlər arasındakı məsafəni tapmağımızı istəyir. Yenə ədədi miqyası izahlı miqyasa çeviririk. 1 santimetrdə 5 sıfır siləndə 1 kilometr. Yəni ilk məntəqə arasında məsafə 10 kilometr. Digəri arasında isə 20 sm. 20 sm 20 kilometr olacaq. 20 kilometrdir. Buradan məsafələri tapdıq. Deməli A variantı çıxır. D və Y variantı çıxır. Qaldı B və C variantı. Biz burada xəritənin miqyasına görə növünü tapmalıyıq. Biz bilirik ki, böyük miqyaslı xəritələr 1 bölünsün 10 minlə 1 bölünsün 200 min arasında yerləşir. Yəni 100 min 1 bölünsün 100 min böyük miqyaslı xəritədir. Ona görə də B variantını götürürük. 21-ci sualla davam edirik. Fiziki xəritədə 39 və 41 şimal enlikləri. Bura 41 şimal enliyi. Bura 39 şimal enliyi. Məsafə xəritədə 44.4 cm-dir. Xətti miqyası tapmağımızı istəyir. Biz burada 2 dərəcə fərq olduğunu görürük də. 2 dərəcə fərqimiz var. Biz bu 2 dərəcəni nəyin üzərində gedirik? Meridianın üzərində. Meridianın üzərində 1 dərəcə 111 kilometrdir. Yəni bizim də 2 dərəcə fərqimiz olduğu üçün 222 kilometr fərqimiz olur. Həqiqi məsafəni tapdıq. 222 kilometr fərq var. Xəritədəki məsafə, həqiqi məsafəni tapmaq üçün bölürük xəritədəki məsafəyə. O da eləyir 5 kilometr. 5 kilometr. İndi biz 5 kilometri xətti miqyasla tapmalıyıq. Bu yox, bu yox, bu yox. 2 variantımız var. Burada metr var. Ona görə seçmirik. Cavab Y variantı. 39-cu sualda böyük miqyaslara aid olan seçimimizi istəyir. Böyük miqyasa aid olanı necə seçirik? Bunu yadımızda saxlayırıq ki, miqyasın rəqəmi nə qədər kiçik olsa, miqyas o qədər böyük olur. Yəni burada məsələn burada bu 1.500.000-i görür. Yəni bu demək deyil ki, bu böyük miqyasdır. Burada rəqəm nə qədər çox olsa, o qədər kiçikdir. Yəni bizim burada bu miqyas ən kiçik miqyasımızdır. Deməli seçirik rəqəmlərdən ən kiçik olanı. 2-ni, 4-ü, bir də 5-i. 2, 4, 5 Y variantı. Əgər bizdən istəsəydi kiçik miqyasları seçək, onda ən böyük rəqəmləri seçərdik. 6-nı seçərdik, 1-i seçərdik, bir də 3-ü seçərdik. 51-ci sualda miqyası 80 milyon olan xəritədə AB məntəqələri arasında məsafə 6 cm-dir. Yenə biz 80 milyonu ədədi miqyasdan izahlı miqyasa çeviririk ki, 1 sıfır siləndə 800 kilometr. 6 cm, 1 santimetrimiz 800 kilometrdir. 6 cm məsafə var. Vururuq 6-ya. Sıfırları da yanına yazırıq. 4800. Deməli, həqiqi məsafə 4800 kilometrdir. Bu xəritədə 4 cm göstərilibdir. Bunu tapmaq üçün 4800-ü bölürük 4-ə. Bu 4-ə. Neçə eləyir? 1200. 1200-ün də yanına miqyasa çevirəndə, yəni kilometrdə miqyasa çeviririk. 5 sıfır yazanda cavab D variantı. 55-ci sualla davam edirik. AB və C məntəqələri arasında xətt üzərində məsafə verilir. Dərəcəni tapırıq. Sonra isə miqyası tapmağımızı istəyir. Deməli, fikir veririk nəyə? A və B məntəqələri meridian üzərindədir. B və C məntəqələri isə ekvator üzərindədir. Yəni standart olaraq 1 dərəcə 111 kilometrdir. Baxaq görək neçə dərəcə fərq var. 20 dərəcəlik paralelin üzərində A, 0-da isə B. 20 dərəcə burada, 20 qərb, 40 şərq, 60 dərəcədə fərq burada var. Yəni 80 dərəcə fərq var. 80 vuraq 111 bərabərdir 8880. Deməli, həqiqi məsafəni tapdıq. Xəritə üzərində də məsafə verilir. Miqyası tapmaq üçün həqiqi məsafəni bölürük xəritə üzərindəki məsafəyə. O da eləyir 400. Və miqyası
tapmaq üçün bura 5 0 yazırıq. O da eləyir D variantı. 64-cü sualla davam edək. Ekvator üzərində yerləşən AB nöqtələri arasında uzunluq fərqi 40 dərəcədir. Biz bilirik ki, ekvator üzərində 1 dərəcə 111 kilometrdir. Bizdə fərq nə qədərdir? 40 dərəcə. Yəni 40 dərəcə eləyir 4440 kilometr. Miqyas bu verilir. Miqyası tapmaq üçün burada yenə ədədi miqyası izahlı miqyasa çevirir. 5 0 silirik, qalır 444. Xəritədəki məsafəni tapmaq üçün həqiqi məsafəni bölürük miqyasa. O da eləyir 10 santimetr. Cavab C variantı.